Azərbaycan mətbuatı yüksək dövlət qayğısı ilə əhatə olunub və bu qayğı mətbuatın inkişafına böyük bir təkandır. Mətbuata qayğı bütün illərdə olduğu kimi bu ildə Azərbaycan milli mətbuatının 150-lik yubileyində də özünü göstərdi. Mətbuatın inkişafındakı xidmətlərinə görə bir qrup media nümayəndəsi Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilən 150-lik yubiley medalı ilə təltif olundu. Yeri gəlmişkən, Space televiziyasının bir qrup əməkdaşı da bu ali mükafatla 150-lik yubiley medalı ilə təltif edilib. Azərbaycan milli mətbuatı 150 il sözləri yazılan medal 20 fevral 2025-ci ildə Prezident İlham Əliyevin müvafiq fərmanı ilə təsis edilib. Bu il Azərbaycan Respublikasının, Azərbaycan milli mətbuatının 150 illiyi qeyd olunmuşdur və Cənab Prezidenti tərəfindən bir medal da təsis olunmuşdur. Və çox şadıq ki, bir sıra Space Teleradio şirkətinin əməkdaşları təltif olundular. 150 illik yubiley medalı ilə media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən şəxslər təltif ediliblər. Space televiziyasında çalışan və mətbuatımızın inkişafında xidmətləri olan bir qrup əməkdaş da 150 illik yubiley medalına layiq görülənlər sırasındadılar. Daim media əməkdaşlarına diqqətdə saxlayırlar, qayğı göstərirlər və müasir Azərbaycan mətbuatı necə sürətlə inkişaf edir, bunu hər birimiz görürük, bilirik və biz də daim Cənab Prezidentin gördüyü işlərin yanındayıq. Dəstəyi inşallah daha da uğurları bol olsun və bu uğurları biz görək, biz onunla birgə sevinək. Cənab Prezidentin fərmanı ilə təsis olunmuş, milli mətbuatın 150 illiyinə həsr olunan medalla təltif olunmaq böyük qürurdur, böyük şərəf hissi bəxş eləyir insana. Həm də bu sadəcə bir medal deyil. Bizim növbəti fəaliyyət illərimizdə boynumuza böyük bir məsuliyyət qoyan bir məqamdır. Sözsüzcə bu bizim kiçik əziyyətimizə verilən böyük qiymətdir. Çünki milli mətbuatın 150 illiyində mənim də 15 il payım var. Ölkə başçısının fərmanı ilə milli mətbuatın 150-liyinə həsr edilmiş yubiley medalına mənə də pay olduğuna görə öncə ölkə başçısına, media agentliyinə və Space rəhbərliyinə böyük təşəkkür edirəm. Azərbaycan mətbuatının 150 illiyi ölkənin ictimai-siyasi həyatında medianın keçdiyi zəngin yolun və formalaşmış peşəkar ənənələrin göstəricisi kimi qeyd edilir. Bu yubiley eyni zamanda jurnalist əməyinə verilən yüksək dəyərin ifadəsidir. Azərbaycan mediası, Azərbaycan mətbuatı hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu istər Azərbaycan milli mətbuatının 150 illiyində, istərsə də ondan əvvəlki dönəmlərdə bu belə olub və Cənab Prezident hər zaman Azərbaycan mətbuatına xüsusi diqqət göstərib, medianın inkişafı üçün xüsusi sərəncamlar imzalayıbdır və biz bunu Azərbaycan milli mətbuatının 150 illiyində bir daha şahid olduq. Mən bu gün çox sevincliyəm. Bu mənim üçün çox xoş gündür. Ona görə ki, həqiqətən də mən demək olar ki, veteran bir işçiyəm. Space açılan gündən 28 ildir mən Space-də çalışıram. Bütün iş yoldaşlarımı təbrik edirəm. Hamıya uğurlar arzu edirəm. Yeni 2026-cı il bizim şirkət üçün, Space televiziya kanalı üçün, bütün işçilərimiz, əməkdaşlarımız üçün çox uğurlu il olsun. Təltif olunanlar sırasında Space televiziyasının əməkdaşlarının da yer alması kanalın peşəkar jurnalistikasına və ictimai etimada söykənən fəaliyyətinin dövlət səviyyəsində qiymətləndirildiyini göstərir. Çox sevindirici bir xəbər oldu mənim üçün. Göstərilən etimada görə çox minnətdarlığımı bildirirəm. Bütün həmkarlarımı da təbrik edirəm. Uğurlarımız bol olsun. Mətbuatın 150 illiyi təkcə bir tarix deyil, həm də söz azadlığına, məsuliyyətli jurnalistikaya və gələcək nəsil media nümayəndələrinə verilən mühüm mesajdır. Fidan Səfər, Məmməd Vəli Zeynalxanov, Space xəbər.